Yəqin ki, çox yorulmusan, özünə dediyin bəhanələrdən belə yorulmusan. Ümid edirəm ki, bu videoda sənə kömək ola biləcəm. Mən Kəmal Rövşən. Çalışacağam ki, videolarımda qadınların maddi azadlığı, qadınların öz ayaqları üzərində durması üçün əlimdən gələn dəstəyi göstərim. Bugünkü mövzu mənim də çox yararlı olduğum bir mövzudur və deməzdim ki, məndə bu bitib. Ümumi olaraq 28 yaşım var və 2 ildir ki, evliyəm. Amma əslində məndə 10 ildir davam edən, amma bunu özümə belə etiraf edə bilmədiyim bir tərəfimlə qarşılaşdım. Bu mənim daim depressiv olmaq istəyən, daim bax gördüyünüz bu divandan qalxmaq istəməyən, saatlarla sosial mediada zaman keçirən, amma bir yerlərdən başlamalı olduğunu bilən bir qızın hekayəsidir. Və mən bəlkə də bunu videonu çəkərkən yaxınlarım, məni tanıyanlar, hansı ki Instagramda mənim biraz da olsa bir kütləm var, onlar təəccüblənə bilərlər ki, çünki normal o həyatımda insanlar daim mənim gülən, şən olan, eyni zamanda daha bacarıqlı, sanki hər şeyi bacaran, hər şeyi edə bilən biri kimi görürlər. Bir biznesim var və təlimlər verirəm bu haqqda. Bunu burdan durub danışmaq bəlkə də mənə çətin olacaq, amma düşünürəm ki, bəzi insanların işinə yarayacaq. Ona görə qərara gəlmişəm ki, artıq görünməyən, bu işlərin görünməyən tərəflərini bölüşüm. Deməli, mən xərçəng bürcüyəm. Bürclərə nə qədər ətraflı bilməsəm də, sadəcə bilirəm ki, mənim bürcümdə olan insanlar biraz depressivliyə meyillidirlər. Yəni tək qalmağa, məsəl üçün heç nə olmaz ortada, amma onlar oturub ağlamalı bir filmə baxarlar ya da ağlamalı bir musiqi dinləyib, beyinlərində ssenarilər qurub özlərini daha da dibə çəkən bir insan tipdilər. Mən də onlardan biriyəm. Və arxa fonda insan təsəvvür edin ki, davamlı olaraq mən bunu kiməsə deyəndə ətrafımda, hətta yoldaşıma belə deyəndə, o təəccüblü olur ki, deyirəm ki, mənim bu dəqiqə bu kitabı burdan götürüb bura qoyacaq bir halım yoxdur. Yəni bu əslində daxildən çökdüyümü göstərən bir şeydir, amma bunu insanlar heç vaxt anlaya bilmir. Çünki məsəl üçün dərs saatlarım gələndə, durub təlim vermək saatlarım gələndə normal bir insana çevrilirəm. Amma bu təlim saatlarının deyək ki, qalanında isə mən həyatımı ya divanda, ya da yataraq, uzanaraq telefonda saatlarla ömrümün ən gözəl saatlarını sərf edərək keçirirəm. Bu zaman mən nə etdim? Yəni deməzdim ki, bu proses bitdi. Ümumiyyətlə bu proses get-gedə pisləşən bir prosesdir. Get-gedə sizi dibə çökdürən bir prosesdir. Əgər üstünə düşməsəniz və bu arada heç kim gəlib sizin əlinizdən tutub, hə, gəl gedək psixoloqa deməyəcək. Ona görə də mən bunları deyəcəm, sıralayacağam bəzi etdiyim şeyləri, amma bunları yenə də etməyə taqətiniz yoxdursa, birinci növbədə etməli olduğunuz ya psixoloqa ya da psixiatra müraciət etməkdir. Əmin olun ki, bu baxacağınız videolar, oxuyacağınız kitablar sizə o qədər də kömək olmayacaq. Məsəl üçün mən ilk dəfə başlayanda borc götürmüşdüm. 400 manat pul götürmüşdüm və bunu psixoloq seansına yatırmışdım. Həqiqətən də onun mənə geri dönüşünü indiyə qədər də üstündən 5 ilə yaxın müddət keçib, indiyə qədər də hiss edə bilirəm. Ondan sonra yenə də psixoloqlara getsəm də, mən qəbul edim ki, mənim belə bir xarakterim var. Bu artıq mənimlə bütünləşmişdir. Bəlkə belə bir xarakter deyildi, amma artıq 10 ildən çoxdur ki, bu şeyin içində olduğuma görə, özümü bu tərəfdən gördüyümə görə bu xronikləşdi. Yəni bu məndə artıq normal bir hala çevirməyə başladı. Bunun üçün ilk olaraq etdiyim şey qadının hormonlarını öyrənməyim oldu. Birinci tövsiyəm bu olar ki, qadınların hormonlarına görə yaşamasını öyrəndim. Bunu daha çox feminen biznes metodu ilə kəşf etdim. Eyni zamanda bununla bağlı menstrual koç olan bir dostum var idi, Səbri Nəcəfova. Onunla da çoxlu danışmışdıq, onun da kursunda iştirak etmişdim. Hətta onunla birlikdə kursu yazmışdıq, yəni çəkilişlərini etmişdim. O zamandan sonra gördüm ki, əslində mənim baxmalı olduğum şey, biz ay ərzində 4 fəsildən keçirik. Bunu belə deyək ki, ədəbi olaraq adlandırsaq və mən ayın bəzi günlərində həddən artıq emosional, yəni o günlərdə mən hətta boşanmağa belə qərar verə bilərəm, işimi sıfırdan dəyişdirməyə, insanlarla, müştərilərlə pis əlaqələrə, yəni o günlərdə zəhmətlə, əziyyətlə qurduğum bir şeyi heç gözümün deyək ki, oduna baxmadan, yaşına baxmadan hər şeyi məhv edə biləcək bir gücə gəlirəm. Amma mən bunu idarə etdikdən sonra mən ayı böldüm 4 yerə və bu 4 yerdən baxdım ki, mən nə zaman özümdən çıxıram, mən nə zaman özümə uyğun hərəkətlər etmirəm, yəni özümün yaxşılığı üçün
həyatımı idamə etdirə bilmirəm, belə deyək. Bu zaman ki, mən özümə fikir verməyəndə, mənim daxilimdə nələrin baş verdiyini görməyəndə, bunu da kəşf etməyim üçün evli olduğuma görə, yəni evdə bir kişi var və onun da hormonlarını müşahidə etmək kimi bir şansım oldu. Kəş ki bunu mənə əvvəlcədən deyərdilər ki, belə bir şey var və mən də həyatımı həqiqətən də daha tez qura bilərdim. Amma əlbəttə kaşkilər yaşayan biri deyiləm, amma ümid edirəm ki, məndən kiçiklər bu videonu görəndə həqiqətən də həyatını dəyişdirə bilərlər. Məsələ burasındadır ki, kişilər günəş kimidir. Onlar hər gün səhər doğurlar, axşam batırlar. Yəni bu belə bir sistemdir, amma qadınlar ay kimidir. Qadınlarda eyni deyil. Məsəl üçün ayı izləyən proqram var. O proqrama daxil olsaz görərsiniz ki, ayın bütün günlərində ayın forması fərqli cürdür. Bunlar hamısı necə dəyişirsə, qadın da hər gün dəyişir. Kişi necədir? Günəş doğdu, batdı, eyni. Amma qadın belə deyil. Və bunu anlayan bir partnyor olanda, eyni zamanda sən də bunu dərindən anlayanda, hə, mən niyə belə hiss etdim? Mən niyə belə davranıram? Mən niyə görəsən, məsəl üçün bu gün bunu ürəyim istədi və yaxud da bura getməyi ürəyim istəmədi? Və bunları zaman-zaman sən artıq özündə müşahidə etməyə, analiz etməyə başladıqdan sonra həyat sanki sənin üçün özü axmağa başlayır. Ümumiyyətlə dünyada belə götürülür ki, qadının bir periodu 28 gündür, amma bu bəzilərində 30 gün, bəzilərində 33 gün ola bilər, fərqlidir hamıda. Əsasən bu menstruasiyanın birinci günündən menstruasiyanın növbəti menstruasiyanın birinci gününə qədər ki olan bir dönəmdir. Hansı ki biz bunu ancaq menstruasiya olaraq bilirik. Amma sən demə burada başqa dönəmlər də var imiş və bizim bundan xəbərimiz yox imiş. Əslində qədim zamanlarda qadınlar bu dönəmlərinə çox diqqət edərmiş. Əslində mən bunları özümdən öyrənmədim və yaxud da durduq yerdə kimsə mənə bu bilgiləri gətirib vermədi. Şansım onda gətirdi ki, mən gözəl insanlarla qarşılaşdım. Bunlardan biri Səbinə Nəcəfova idi. Onun fəsillər kursu var bu arada, daxili fəsillər kursu. Orada daha ətraflı məlumat bəlkə ona yazaraq ala bilərsiniz. Amma mən həyatımı buna uyğun qurandan sonra, məsəl üçün, mən özümə icazə verdim ki, hə, məsələn, ayın bu qədər 3 günündə sən istədiyin qədər ağlaya bilərsən, istədiyin qədər, necə deyim, bezə bilərsən həyatdan, depressiv ola bilərsən, insanlardan uzaqlaşa bilərsən. Amma ayın müəyyən günləri var ki, sən özünə o günlərdə daha yaxşı baxsan, növbəti günlər ekstra, sən istəməsən belə ekstra produktiv keçəcək, ekstra daha yaxşı yaşayacaqsan. Niyə görə, məsəl üçün, bəzi qadınlarda, tamam ki, bu videonu izləyən, amma bütün günü, ayın bütün günlərində yorğun olan qadınlarda bu hissiyat gəlmir ki, mən də, məsəl üçün, ovulyasiya dönəmində mən daha produktiv ola bilərəm, mən daha qəşəng, şən ola bilərəm, mən depressiv olmaya bilərəm. Çünki o öz dönəmlərini tanımır, öz dövrlərini, periodlarını bilmir. Yəni bunu izləmək ancaq həmin hansı günlərdə menstruasiya olduğum deyil. Bunun müxtəlif fazaları var. Ümumi olaraq yaz, yay, payız, qış dönəmindən ibarətdir. Qış menstruasiya dönəmimizdir. Menstruasiyadan əvvəlki dönəmimiz PMS sindromu ilə deyirlər adətən. Premenstrual sindromlar. O payız dönəmimizdir. Ondan əvvəl daha doğrusu yay dönəmidir, hansı ki normalda, yəni təbiətdə Allahın yaratdığına görə qadın bu dönəmdə hamilə qala bilər. Ovulyasiya dönəmidir. Amma bütün günü, yəni qadınlar bütün aylarda hamilə qalmırlar ki, bu dönəmdə bəlkə elə bir şey ortaya çıxararlar ki, elə bir layihə doğarlar ki, dırnaq içində onların bütün həyatlarına təsir edə bilər. Amma biz bu dönəmlərimizi izləyə bilmədiyimizə görə, hətta biz deyirik ki, proqram bizi izləsin. Bizim özümüz izləməyək, proqrama verək, proqram izləsin. Qadın olaraq da belə tükənmişlər yaşaya bilirik. Yəni biz dərk etsək ki, qadın bədəni fərqlidir. Mən bunun fərqliliklərini öyrənəcəm. Eyni zamanda partnyorumuz da bunu bilsə, həqiqətən də həyat bizim üçün asanlaşırmış. Mən bunu 6-7 aydır belə normal analiz edirdim, amma son günlərdə, son aylarda fərqinə varıram ki, artıq mən bunu analiz etməyə ehtiyac qalmayıb. Mən buna uyğun yaşamağa başladıqca Allah da mənə elə bil ki, deyir ki, yürü ya kulum. Növbəti bir mövzu, ikinci, hansı ki mənim həyatıma yaxşı təsir edən, təsəvvür edin ki, evimizdə etdiyim təmizlik. Yəni mən günlərlə qabları yığırdım bir yerə, günlərlə evdən çıxmaq istəmirdim, amma heç kim bunu görmürdü. Yəni məsəl üçün anam zəng eləyirdi, soruşurdu ki, necəsən? Deyirəm, heç çatdıra bilmirəm, işlərim o qədər çoxdur ki, heç nə eləyə bilmirəm. Halbuki, yəni edə bilərdim. Amma mən nəinki qabları yumaq, bu qabı masanın üzərindən götürüb əlüzyanın altına qoymaq belə, yəni qab yuma yerinə qoymaq belə mənim üçün dəhşətli dərəcədə çətin bir şey idi. Və mən artıq toparlanmağa qərar verdikdən sonra buna Allah da yol açmalıdır. Yəni görürsüz ki, alınmır, ümumiyyətlə yenə də olmur. Əlbəttə ki, psixoloqa, psixiatra müraciət edin, amma uzandığınız yerdə bəzi zikirlər edərək özünüzü ayağa qaldıra bilərsiniz və yaxud da Allahım,
Təsəvvür edin ki, mənim həyatımın elə bir dönəmi idi ki, hər gün yenidən başlayırdım. Hər gün niyyət edirdim, amma günün sonunda yenə də bu divanda uzanmış, bütün günü telefonda vaxtını keçirən bir insan idim. Yəni yararsız insan kimi hiss edirdim özümü. Birinci qərar verdim ki, hər yeri çox dərindən təmizləyəcəm. Təsəvvür edin ki, 2 ildir ki, mən bu evin tamam ki, xalçalarını sərmişəm və 2 ildir ki, yumağa vermirəm. Yəni artıq o qədər pis bir hala gəlmişdi ki, amma durub onu xalça yumağa vermək belə mənə çox çətin gəldi. Halbuki gəlib evdən götürüb aparacaqlar. O xalçaları yudurmağa verdim. Evin hər bir küncünü təmizlədim. Yəni təmizlədikcə sanki beynimin içini təmizləyirdim. Daha sonra özüm də o deyirlər everything shower deyirlər, hansı ki hər şey duşu. Yəni uzun zamandır etmək istədiyim maskalar varsa saçına, üzünə, özün üçün edə biləcəyin və yaxud da çoxdan da saçını kəstirmək istəyirsən amma getmirsən. Təsəvvür edin ki, mən elə vaxtlar olurdu ki, normalda mən qaş məsələsində qaşımı çox aldıran biri deyiləm, amma o qədər pis vəziyyətə gəlmişdi ki, tanınmaz hala düşürdüm orada. Yəni ertələyirdim. Yəni demək istəyirəm ki, bunları ertələyirsinizsə və yaxud da dərziyə verəcək paltarınız var, şkafınız doludur ki, burasını kəstirməlisən, orasını düzəltdirməlisən, salafanlara bəlkə yığıb qoymusan, amma etmirsən. Bu kimi şeylər varsa, yəni birinci bundan başlamaq lazımdır. Birinci qəşəng evi təmizləyirsən, ən kiçik hansı ki şkafın varsa, onun içində nə varsa atılmalı, onları atırsan. Çoxdan da yazmadığın dəftərlər varsa, ya onları yazmağa başlayırsan, ya da ki kiməsə verirsən. Nə bilim dostansa da verə bilərsən. Ümumi olaraq sən burada məqsəd odur ki, 2-3 gününü buna ayır, yaxşıca dərindən təmizlə. Yəni evində biraz boşluqlar yaransın. Ola bilsin ki, sən ailə ilə yaşayırsan, nə bilim başqa adamlarla da yaşayırsan. Bu zaman özün hara gedər, hara məsulsansa, hara sənə deyək ki, sənə baxırsa, tam ki bir şkaf ola bilər, 2 şkaf olar, onlardan tut. Yəni sən başqalarını düşünmə. Anamın, atamın evi necədir, ona fikirləşmə. Öz ərazini daha çox təmizlə, özünü təmizlə. Hətta məsəl üçün, əgər dindar birisənsə, Allaha inanan birisənsə, dualar oxuda bilərsən evdə. Dindar birisənsə zaten bunları bilirsən, amma özün oxumağa halın yoxdursa, kompüterdə qoşa bilərsən, telefonda qoşa bilərsən. Məsəl üçün mən tütsülər də yandırıram, ada çayı yandırıram. Fərqli-fərqli bitkilər var ki, onları yandıranda ev təmizlənmiş olur. Yəni beyin olaraq, zehin olaraq inanır ki, hə, bu qız hər şey təmizlənib. Və sən gəlib orada oturanda özün təmiz, ev təmiz, artıq bir hərəkətə keçməyə başlayacaqsan istər-istəməz. Üçüncü şeylərdən biri, həyatında oturtmalı olduğun bir şeydir bu arada. Bir düşüncə, bir hərəkət. İlk başda bu çətin ola bilər. Məsəl üçün, bu nə deməkdir? Bu da mənim həyatıma son 3 ayda daxil olmuş bir şeydir. Tam otuzdurmuşam deyə bilmərəm, amma həqiqətən də təsəvvür edin ki, mən burada oturub video çəkməyi 1 ildir istəyirəm. Yəni 12 aydır ki, mən hər gün düşünürəm ki, nədir ki bu? Nə qədər çətin ola bilər? Durub burada heç çətin bir şey deyil. Telefonu qoşdun, mikrofonu yandırdın, başladın. Bütün hər şeyində var. Yəni böyük bir necə deyim, studiya lazım deyil sənə. Yəni mənim düşüncəmə görə də mən mükəmməliyətçi insan deyiləm. Amma yəni bura keçmək nə qədər çətin ola bilər ki, sən onu uzadırsan davamlı olaraq. Nəticə olaraq bir düşüncə, bir hərəkət nədir? Deməli, bizim beynimiz bir yerdən sonra, təsəvvür edin ki, mənim beynim 10 ildir, öyrəşib belə bir kəmaləyə ki, kəmalənin ağlına fikir gəlir, düşüncə gəlir, amma hərəkətə keçmir. Yəni, bu 10 ildir təkrarlanır tutalım ki. İndi mən onu birdən-birə dəyişə bilmərəm ki, elə deyil. Təsəvvür edin ki, hər gün mənim ağlıma 300 düşüncə gəlir, amma bu 300 düşüncədən mən ikisini hərəkətə keçirirəm. Beyin əlbəttə düşünəcək ki, okey də, bunun normalı budur. 300 düşüncə gəlir, amma ikisini edir. Və yerdə qalan 298 düşüncəni mən ertələyirəm. Elə deyil və beləliklə özümün də gözümdə özüm ertələyən bir insan oluram. Amma deyirəm ki, bunu bugündən etibarən dəyişdirəcəm. Bugündən etibarən düşüncələrimə nəzarət edəcəm. Görüm düşüncələrim nə deyir, mən onu hərəkətə keçirəcəm. Məsəl üçün, oturmusan, düşüncən deyir ki, dur çay iç. Durub çay içirsən. Demirsən ki, əşi qalsın, sonra eləyərəm. Onsuz da çay dəmləmək lazımdır. Kimdə onu eləyən? Düşüncən deyir ki, dur özünə qəşəng bir kofe hazırla, nə bilim, qəşəng bir səhər yeməyi hazırla. Deyirsən ki, onsuz da evdə heç kim yoxdur ki, elə belə bir dənə yumurta qızardıram, tez bazar yeyərəm. Ya da heç nə eləmərəm. Təsəvvürə gətir, üzr istəyirəm bu şeyimə görə deyil, bu qədər özümlə bağlı məlumat verdiyimə görə, tualetə getməyə belə ertələyən insan idim. Təsəvvür edirsiniz, səhər oyanmısan, ya kompüterin başındasan, ya da ki yatağındasan, ya da ki bu divandayam və mən saatlarla
Bəlkə bəzən 8-9 saata qədər tualetə getməyi ertələyirdim. Bu nə deməkdir? Yəni yaşamağı ertələməkdir. Əlbəttə ki, bu birdən-birə olmadı. Bunu tetikləyən həyatımda bir şey var ki, hələ də həll olmayıb, amma bu təsir etdi mənim həyatıma ki, mən ondan sonra elə bil ki, həyat mənim üçün mənasızlaşmağa başladı. Mən artıq heç nə edə bilməyəcək bir hala gəldim. Amma sonra fikirləşdim ki, əgər mən nəfəs alıramsa, bu həyatdayamsa, Allah mənə bu həyatı veribsə, durub bir yerlərdən başlamalıyam. Hələ də deyərkən biraz gözüm yaşarır, kövrəlirəm, çünki hələ də keçməyib. Ümumi olaraq bundan sonra başladım öz düşüncələrimi izləməyə. Məsəl üçün ağlıma gəlir ki, dur YouTube videosu çək. Və dururam, çəkirəm. Uzun müddət zamanımı aldı. Yəni tualetə getməyə ertələyən bir insan durub necə YouTube videosu çəkə bilərdi? Yəni həyat bu qədər çətinləşmişdi. Və bu bir düşüncə, bir hərəkət məndə bəzi şeylər gətirdi. Yəni maraqlı bir şeylərə yazıldım, etmək istədiyim çox şey etməyə başladım. Əlbəttə ki, hərəkət olduqca insanın həyatında bərəkət olur. Yəni məncə, yəni Allah insanı hərəkətdə olması üçün yaradıb. Biz əgər davamlı olaraq bir yerdə otururuqsa və oradan tərpənmiriksə, hərəkət etmiriksə, əlbəttə ki, bizim bütün funksiyalarımız korlanır, paslanır və biz necə deyirlər, paslanmış tənbəl bir insana çevrilirik, özümüzü sevməməyə başlayırıq. Növbəti bir məsələ, sonuncu bir məsələ. Bunun yəqin ki, davamı olacaq, amma vaxtım çatmadığına görə bura qədər deyirəm ancaq. Bu məsələ isə yazmaqdır. Buna brain dump da deyilir, buna free writing üsulu da deyilir. Bir növ sərbəst, beynindəki düşüncələri sərbəst buraxma texnikası. Bu necədir? Hər səhər oyananda, buna sabah səhifələrdədir bu arada. Hər səhər oyananda əlini üzünü yudun, başqa heç nə etməmiş keçirsən dəftərinin başına. 3 səhifə özünü yazmağa məcbur edirsən. Yəni nə gəlirsə yazmalısan. Yazmalısan ki, məsəl üçün indi ağlıma heç nə gəlmir. Onu yaz. İndi ağlıma heç nə gəlmir. Bilmirəm nə yazım. Beynim çox qarışıqdır. Yəni nə gəlirsə 3 səhifə özünü yazmağa məcbur elə. Amma əlini, qələmi dəftərdən çəkmədən. Növbəti günlərdə sən yazmaq daha rahatlaşacaq. Bu arada mən bunu 40 gün etdim. Həqiqətən də çox faydasını gördüm və artıq indi məndə alışqanlıq halına gəlib. Hər gün edirəm bunu. Növbəti günlərdə görəcəksən ki, orada bəzi məsələlərin həllini tapırsan, fərqindəliklər yaşayırsan, travmalarını həll edirsən. Təsəvvür edin ki, mən nə qədər psixoloq gedib həll edə bilmədiyim travmamın kökünü məhz o yazdığım o gündə orada tapmışdım və həqiqətən də o mənə çox kömək olmuşdu. Başqa bir yazma texnikası isə bu beyni rahatlatmaq üçün. Oturursan, nəyi ertələyirsən? Bir dənə mən buna dəftər ayırmışam. Mavi dəftər. Mavi dəftəri görəndə mənim ertələdiyim işlər yadıma düşür. Mavi dəftərimi açıram. Bu dəqiqə mən nəyi ertələyirəm? Hər şeyi yazıram ora. Hər şeyi, hər şeyi. Məsəl üçün, işimlə bağlı şeylər ola bilər, şəxsi həyatımla bağlı şeylər ola bilər. Hamısı olur gözümün qabağında. Ödə kəsmin malı gözümün qabağında olar. İndi mənim də bütün ertələdiyim işlər gözümün qabağında olur və rahat bir şəkildə onları görə bilirəm. Sonra nə edirəm? Sonra bunları kateqoriyalara ayırıram. Məsəl üçün, birinci növbədə şəxsi həyat, iş həyatı, nə bilim, arzularım, xəyallarım, yəni belə yəni ertələdiyim şeyləri sonra başlayıram yavaş-yavaş hansından başlamaq istəyirəmsə ondan. Hansı mənə əslində çətin gəlirsə, hansı rahat deyilsə, biraz da ondan. Çünki artıq bu qədər iş görmüsən, artıq biraz güc toplamısan. Çünki nə qədər çətinlərdən başlasan, çətinləri etsən, geriyə görsən ki, yavaş-yavaş hər gün keçdikcə, tamam bir dənə böyük işdir, bunu böl 10 yerə. 10 günə böl, zaten onsuz da heç nə etmirdin. Yəni onsuz da divanda oturmuşdun. Amma 10 gün ərzində hər dəfə bir hissəsini, bir parçasını eləmək 10 günün sonunda özünə təşəkkür etməyin deməkdir. Bilmirəm bu dediyim taktikalar sizə nə qədər kömək oldu, amma mənim həyatımda hazırda ən kömək olan şeylər bunlardır və bunu da sizə çatdırmaq istədim. Nə olub baba? Nəsə lazımdır? Hə, yaxşı. Ümumiyyətlə dəyişimə başlamaq elə o demək deyil ki, başlayan kimi başlamalısan, nələri ertələrsən ondan. Kökdə bəzi məsələlər var. Ona görə o kökləri yavaş-yavaş həll etdikcə qalan şeylər də qaydasına düşəcək. Ümumiyyətlə həyatınızda heç nə düz getmirsə, həyatınızdan çox narazısınızsa, bir şeyi, bax bu dediklərimdən birini seçin, biri ilə başlayın. Bir şey dəyişmək çox şey dəyişəcək. Ümumiyyətlə böyük dəyişimlərin əvvəlində həmişə o kiçik dəyişikliklər durur. Bir şey dəyişirsən, sonra görsən ki, hər şey çox şey dəyişib.
Bir addım atırsan, sonra görürsən ki, davamı gəlir. Hər birinizin həyatında məhz bunların davamlı olmasını arzu edirəm, amma davamlı olmaq, iradəli olmaq xarakter deyil. Bu bir əzələ inkişafıdır. Elə bilin ki, necə ki insanlar idmana gedirlər, əzələlərini yığırlar, böyüdürlər, əzələlərini inkişaf etdirirlər. Bu da elə bir şeydir. Yəni iradəli olmağa, davamlı olmağa belə baxın. Siz çalışdıqca o da yavaş-yavaş inkişaf edəcək. Özünüzə yaxşı baxın. Növbəti videoda daha yaxşı bir versiyanızla, daha toparlanmış versiyanızla görüşmək diləyilə.